Salam əziz izləyicilər. Bugün sizlərə Danimarka dövləti haqqında danışacağam. Gəlin çox uzatmadan videomuza keçək. Danimarka sakitlik, həyat və bərabərlik ölkəsi. Danimarka Skandinaviyanın ürəyi, sakit, təhlükəsiz və xoşbəxt həyatın ölkəsidir. Burada insanlar stressiz yaşayır. Tələsik yox, balanslı və rahat şəkildə həyat sürürlər. Danimarka adını eşitdiyin andan sakit, lakin dolu bir həyat təsəvvür etməlisən. Bəs bu ölkəni fərqli edən nədir? Gəlin birlikdə baxaq və görək. Bərabərlik və insan münasibətləri. Danimarkada böyük və kiçik anlayışı yoxdur. Burada hər kəs bərabərdir. Baş nazir, işçi, tələbə, hamı eyni hörmətə layiqdir. İnsanlar bir-birinə açıqdır və şəxsi məkanına hörmət göstərirlər. Ölkələrdə